Deyir, çünki artıq şeytan müdaxiləyə başlayır. Görmək istəmir ağa xoşbəxt bir ailəni. Deyir, o ailəni dağıtmağa çalışır. Digər tərəf deyir, mütləq səbir göstərsin. Biz boşanırıq. Niyə? Nə səbəbdir? Nə oldu? Alınmır, sözümüz düz gəlmir. Fikirlərimiz düz gəlmir. Ona görə də mən boşanıram. Biz bir-birimizi başa düşmürük. İnşallah bugünkü cümə xütbəmiz ailə dəyərləri haqqında olacaq. Allah Teala müqəddəs Qurani Kərimdə Rum surəsinin 21-ci ayəsində buyurur: Sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və sizin aranızda sevgi və mərhəmət qərar verdik. Ailə nədir? Hədis buyurur bizə, deyir, ailə budur ki, tərəflərdən biri olmadan ayaqda qala bilməyən bir binadır. Ailə budur. İslam dini ailəyə xüsusi əhəmiyyət vermişdir. Çünki buyurur hədisdə, deyir, ailə cəmiyyətin təməl daşıdır. Və ailə olmadan da bir cəmiyyət mövcud ola bilməz. Əgər ailə sağlam olarsa, deyir, həmən cəmiyyət də sağlam bir cəmiyyət olacaq. Və buyurur ki, ailəni əxlaq üzərində qurun. Öz ailəvizi əxlaq üzərində qurun. Ailəni sevgi, qayğı, fədakarlıq üzərində qurun. Sonra Həzrət buyurur, deyir, bir ailə ki, sevgi üzərində, qayğı üzərində, fədakarlıq üzərində qurulubsa, belə bir ailə Allahın istədiyi ailədir. Allahın razı qaldığı ailədir. O ailədir ki, dedik, sevgi, qayğı, fədakarlıq üzərində qurulub. Və sonunda buyurur, deyir, belə bir ailədən də övlad dünyaya gəldisə, həmən övlad cəmiyyətə xeyirli övlad olacaq. İndi əsas məsələyə gəlirik. Şeytan ki, gördü belə bir ailə var, Allahın razı qaldığı ailə, sevgi, qayğı, fədakarlıq, əxlaq üzərində qurulan bir ailə var, artıq narahat olur. Neynəsin? Bir söz, söhbətlə o ailəni dağıtmağa çalışır. Çünki şeytan narahatdır da, görmək istəmir xoşbəxt bir ailəni. Dinimiz buyurur və belə anlar üçündür. Deyir, ailədə kişi və qadın bir-biri ilə yaxşı rəftar eləsinlər. Əgər deyir, tərəflərdən biri, ola bilər kişidir, ola bilər qadındır, bir əsəbi olar, digər tərəfə bir söz deyər, bir ağır söz deyər, bir qəlb qırıcı söz deyər, digər tərəf deyir, neynəsin? Dərhal deyir, səbir göstərsin, xoşluq göstərsin, gülərüz göstərsin, özündən çıxmasın. Deyir, çünki həmən anda şeytanın müdaxiləsi var. Bunu tez yadına salsın. Aydın oldu məsələ? Ailə xoşbəxt idi, heç bir problem yox idi. Deyir, bir anda görsəndi ki, tərəflərdən biri, kişi də ola bilər, qadın da ola bilər. Digər tərəfə bir qəlb qırıcı, acı bir söz dedi. Hədis buyurur ki, tələsməsin, ha, digər tərəf gözləsin, səbir göstərsin. Gülər üzlə, sakitçiliklə. Deyir, həmən anı ötüşdürsün. Deyir, çünki artıq şeytan müdaxiləyə başlayır. Görmək istəmir ağa xoşbəxt bir ailəni. Deyir, o ailəni dağıtmağa çalışır. Digər tərəf deyir, mütləq səbir göstərsin. İslam dini deyir, bəyənmir. Və biz kişilərə aiddir bu. Kişi öz xanımına qarşı həddən artıq tələbkarlıq eləsin. Dinimiz bunu bəyənmir. Hədis buyurur, gözəl bir dənə hədisdir. Bax, xütbə bunun üzərindədir. Deyir, evlilik bir ibadətdir. Bax, hadisə. Yəni, ailədə xoş əxlaq, mehribancılıq bir ibadətdir. Hər bir ibadətin də bir dənə zəhməti var, hə? Məsələn, oruç tutmaq bir dənə ibadətdir. Oruç tutmağın bir dənə zəhməti var. Məsələn, ac qalırsan saatlarla, insan ac olanda bir əsəbi olur, özündən çıxmağa istəyir, amma neyniyir? Deyir, bu oruc Allahın vacibatdır, mən Allaha görə səbir göstərməliyəm. Görürsən, o zəhməti səbirlə ötüşdürür. Məsələn, namazın da bir zəhməti var. Namazın bir zəhməti var, məsələn, sübh vaxtıdır. Qışın qış çağıdır.
İsti yerindən qalxmaq, yuxulu anında qalxıb bir dəst namaz alıb namaz qılmaq. İndi dedik ki, evlilik bir ibadətdir. Hər bir ibadətin zəhməti olduğu kimi, ailənin də bir zəhməti var. Evliliyin də bir zəhməti var. Yoxsa belə olmasın. Bu günün problemidir. İnsan ancaq düşünür ki, mənim həyat yoldaşım hər bir şeyə baş üstə deməlidir. Mən nə dedim, dərhal yerinə yetirməlidir və yaxud, heç mən demədən, özü dərhal bu işi yerinə yetirməlidir. Ancaq rahatlıq haqqında düşünür. Ailəni belə görür ki, ailə rahatlıqdır. Mən nə dedim, o da olmalıdır. Bu düşüncə ilə ailə ola bilmərsən. Mümkün deyil. Və belə bir ailədə deyir, heç vaxt xoşbəxt ola bilməz. Niyə? Çünki bu düşüncə kökündən səhvdir. Sənin fikirləşdiyin, sənin xəyal qurduğun ailə modeli var ya. Nə dedim, elə baş üstə desin xanım, belə bir ailə mövcud deyil. Mən inanmıram ki, bu dövrdə belə bir ailə olsun. Bu mümkünsüz bir şeydir. Bir də Arifin sözünü sizə deyirəm, bax buna görədir. Aydın olacaq ki, bu niyə belə olur? Niyə ailədə o söhbətlər olur? Niyə ailədən gözləntilərimiz bu cürdür? Arif buyurur ki, deyir, öz yaxını ilə imtihan edilməyən şəxs heç bir vaxt Allaha yaxın ola bilməz. Arifin sözü bilirsiniz ha? Arifin dediyi öz həyatında praktiki yaşadığı bir şeydir. Onların fikri, zikri Allaha yaxın olmaqdır. O da deyir ki, mən də Allaha yaxın olmaq istəyirsən, mütləq surətdə sən öz yaxınınla imtihan olunacaqsan. İnsanın ən yaxınlarından biri də insanın xanımıdır da. Günümüzün çox hissəsi onun yanında keçir. Demək, Allaha yaxın olmaq istəyiriksə, üzr istəmə bu sözümə görə, biraz gülməli də çıxsa da deməliyəm. O xanımın bəzi acı sözləri var ha, onu keçmək lazımdır. Yoxsa bu günləri nə baş verir? Biz boşanırıq. Niyə? Nə səbəbdir? Nə oldu? Alınmır, sözümüz düz gəlmir. Fikirlərimiz düz gəlmir. Ona görə də mən boşanıram. Biz bir-birimizi başa düşmürük. Amma biz hədis oxuduq ki, ailə bir ibadətdir. Hər bir ibadətin zəhməti olduğu kimi, ailənin də zəhməti var. Bir dənə xəyalla düşünək. Hər bir ibadətin zəhməti var da, hə? Bir dənə xəyalı düşünək. Allahım, mən sübh namazına dura bilmirəm. Yuxum gəlir. Allahım, mən yatmaq istəyirəm. Ona görə də mən bundan sonra namaz qılmayacam. Bunu deyə bilər, ya Allaha. Dura bilmirəm da, ya Rəbbim, daha namaz qılmayacam. Çətindir mənim üçün. Allah insana deməz ki, ey bəndəm, bəs deyirdim mən sənə aşiqəm. Sənin üçün hər şey eləyərəm. Nə oldu, 3 dəqiqə vaxtını mənə ayıra bilmirsən? Allah insana bunu deyər də. Və yaxud, Allahım, mən az qala bilmirəm. Oruç tuturam, nə bilim, qanım düşür, təzim qalxır, şəkərim qalxır. Dözə bilmirəm azlığa, taqətim yoxdur. Mən daha oruç tutmayacam, sənin vacibatındır. Amma mən daha yerinə yetirməyəcəm. Allah insana deməz ki, ey bəndə, bəs deyirdin sənə canım qurban olsun. Nə oldu, mənim üçün bir neçə saat az qala bilmədin? Ailə də bunun kimi. Allah deyir, bəndə, mənə yaxın olmaq istəyirsən, mən səni yaxınınla imtihan edəcəm. Hələ görüm sən o imtihandan necə çıxacaqsan. Hələ görüm o imtihandan üzə çıxa biləcəksən, amma bəndə nə edir? Ailədə biraz söhbət olur və salam, mən boşanıram. Qurtardır. Mənə çətindir. Mənim cavanlığım tükandı. Heç olmasa bundan sonra yaxşı yaşayım. Belə sözlərlə. Bunun kökü hara gedib çıxdı? Ailə xoşbəxt olubdur. Şeytan da xoşbəxt ailəni gözü götürmür. Narahat olub. Ailəyə müdaxilələr eləyir ki, o xoşbəxt ailələr dağılsın. Bəzən də insan övladının imanı olmur, tələskən olur, səbri olmur, görürsən nə qədər ailələr dağılır. Ailə dağıldı, belə deyək, kişi getdi öz yoluna, xanım getdi öz yoluna, nə qədər yetim uşaqlar böyüyür. Atasız, anasız uşaqlar böyüyür. Sizə bir dənə ustadın misalını deyirəm. Gözəl bir misaldır. Deyir, çoxu zaman xanımlar deyir, nazlı olurlar. Deyir, atasının nazlı qızı rolunu oynayırlar. Burada atalar var da, qız uşaqları var onların. Qız uşağı ataya bağlıdır da. Bir dərdi, səri, bir problemi, bir sıxıntısı olan kimi qaçır atanın qucağına. Ataya dərdini deyir, ata nə deyir? Deyir, baş üstü. Mənim gözlərim üstə aradan qaldıraram, düzəldərəm, sən narahat olma. Ustad deyir, xanım gördün narahatdır. Belə anda sən də xanıma atası rolunu oyna.
Onun deyir naza ehtiyacı var, sən onun nazı ilə oyna. Qayğıya ehtiyacı var, sən onun qayğısına qal. Deyir çünki sən onun atası rolundasan. Ata qızına necə davranır? Sonra elə ustad özü deyir, öz qızıva necə davranırsan? Öz xanımıva da eləcə atalıq elə. İndi bu kişiləri nə deyir? Xanımlar üçün deyir. Deyir kişilər də anaya daha çox bağlı olurlar. Daha çox ananın sevgisinə, qayğısına, dərdləşməsinə ehtiyac duyurlar. Deyir xanımlara deyir ki, gördünüz ki, həyat yoldaşınızın çöldə bir problem yaşayır, bir sıxıntısı var, gəldi və narahatdır. Deyir səbirlə onlarla davran. Kişi ilə deyir həmən anda səbirlə davran. Gözəlliklə davran. Deyir ona dinən ki, narahat olma. Hər bir şey qaydasına düşəcək. Bütün problemləri əl-ələ verib həll eləyəcək. Sən narahat olma, burada problemli bir şey yoxdur. Necə ki, anamız bizə deyirdi. Bir problem olanda qaçırıq ananın qucağına. Ananın yanına, ana deyib, ala narahat olma. Hər şey düzələcək. Düzəlməyən bir şey yoxdur. Bizə bir təsəlli verir. Gözəl sözlər deyir. İnsanın bütün sıxıntıları yaddan çıxır. Ustad deyir ki, kişi belə etsə, yəni xanıma atası rolunda olsa, xanım kişiyə ana rolunda olsa, deyir o ailə çox xoşbəxt bir ailə olacaq. Və sonuna bax, deyir heç bir zaman şeytan o ailəyə müdaxilə edə bilməz. Şeytan o ailəni dağıda bilməz. Mümkün deyil. Sonda hədis buyurur, deyir ailədə çoxlu bir-birinizə mərhəmət göstərin. Bir-birinizə qarşı rəhmli olun. Və hədisdir bu Həzrət Peyğəmbərdən. Deyir ey bəndələrim, siz rəhm eləməsəz, heç bir zaman rəhm görmərsiniz. Rəhm görmək istəyirsinizsə, ilk öncə özünüz insanlara rəhm edin. Əgər istəyiriksə bu dünyada, ahirətdə Allah bizə mərhəmət göstərsin, ahirətin günündə Allah bizlə rəhmət sifəti ilə davransın, bu günlərə ailəyə rəhm göstər. Həyat yoldaşı var, övladı var, rəhm göstər. Mehriban davran onlarla. Deyən gözəl hədis deyimsə, hədis buyurur ki, cənnət əhli barədə deyə bu. Deyir, cənnətdə qəlbi yumuşaq olan və rəhimli insanlar olacaq. Cənnət əhlinin xüsusiyyətidir. Rəhimli və qəlbi yumuşaq olanlar. Bu hədis haqqında biraz düşünək. Öz haqqımızda qərar verər. Qərar verək də, ola bilər də. Namaz qılırıq, oruç tuturuq, vacibatları yerinə yetiririk. Amma ailəyə qarşı xoş davranmırıq. Ailəyə rəhm eləmirik. Belə isə hələ cənnət bizdən uzaqdır. Amma fürsətimiz var. Allah fürsət verib ki, o cənnətə yaxınlaşaq. O cənnət hardadır? Bizim evimizdədir. Ailəyə, övlada xoş davranmaqla sən o cənnəti qazana bilərsən. Qəlbini yumuşaq eləməklə. Hədisimiz var, deyir, ailənin dayağı mərhəmətdir. Ailənin dayağı bir-birinə rəhm göstərməkdir. Və buyurur, deyir, bir evdə ki, mərhəmət olmaz, bir evdə ki, sevgi olmaz, deyir, mümkün deyil ki, o evdə bərəkət olsun. Allah o evdən bərəkəti çəkər. O ev bərəkətsiz bir ev olar. Unutmayaq, ailə Allahın insana bəxş etdiyi ən böyük neymətdir. Ən böyük neymətdir. Amma bizlər bəzən bu neyməti unuduruq. Elə bilirik ki, ailə hər zaman bizim yanımızda qalacaq. Ailə hər zaman bizlə bir yerdə olacaq. Amma belə olmur, ha. Səhvləri düzəltmək üçün sınanmış bir şeydir. Çoxların həyatında görmüşük. Səhvləri düzəltmək üçün vallahi billah çox vaxt yoxdur. Bu gün görsən, insanlar var ki, həyat yoldaşına səsini qaldırır. Bu gün səsini qaldırdığın həyat yoldaşın sabah baxarsan, yoxdur sənin yanında. Bu gün gedib o qapını döyürsən, ha. Həyat yoldaşın o qapını açır, ha. Sabah döyərsən, qapını üzvü açan olmaz. Ailə elə gözəl bir neymətdir, elə böyük bir neymətdir ki, acizə getdin evə, hədis deyir bu da, deyir, qapını döydün, ha. Xanım gülləri üzrən sənin üzvü o qapını açdı, övladın sevinərək qaçdı sənin qabağına, səni qucaqladı, deyir, bundan böyük neymət yoxdur. Bundan böyük xoşbəxtlik yoxdur. Ona görə, elə bu günləri çalışaq. Əgər ailədə bir problem varsa, bir məsələ varsa, bir sıxıntı varsa, xoşluqla, gülərüzlüklə, mehriban şəkildə onu aradan qaldıraq. Ailəni düzəldək və buyurur sonda deyir, ailəyə sevgi ilə yaxınlaşmaq lazımdır. Çünki Allahın rəhməti ən çox mərhəmət edilən evlərə nazil olur.
o evə nazil olur ki, Allahın rəhməti. O evdə sevgi, məhəbbət var. O evdə mehribançılıq var. Ailə, xanım, kişi, övlad bir-biri ilə mehribandır. Deyir, daima Allahın rəhməti, Allahın nəzəri, Allahın mərhəməti, Allahın bərəkəti o evdə olar.